Instagramda məni bir dəvətə çağırmışdılar. Mən də dedim ki, tək gələ bilmirəm, yoldaşımla gələcəm, razılaşdılar. Bakıda İris oteldə keçirilirdi dəvət. Bu otelə birinci dəfə gedirdim və giriş hissəsini çox bəyəndim. Çıxanda şəkillər də çəkdirmişəm burada. İçəri daxil olan zaman belə bir komanda qarşılayır və hər iştirakçının adı qeyd olunur. Mən burada özümü çəkməsəm təbii ki olmaz. Sonra daxil oluruq əsas zala. Burada artıq iştirakçıların çoxu əvvəlcədən gəlib yerlərini tutmuşdular. Biz də gecikənlər sırasında idik. Təlim üçün şirkətin qurucularından 3 nəfər gəlmişdi və təlim zamanı bizə şirkət haqqında məlumat verdilər, nə işlə məşğuldur, biraz ondan danışdılar. İndi isə sizləri təqdimatla baş-başa buraxıram. Biraz bunu izləyin, daha sonra sizə həftə sonunun qalan hissəsini necə keçirdi, onu göstərəcəyim. Gürültülü şəkildə alqışlayaq zəhmət olmasa. Hatice Akalay, Murat Azalay, Cemile Alabalı. Hoş geldiniz değerli izleyicilerimiz. Can Azerbaycan'a. Burada olan insanlar bu seminarı sona kadar dinlesin. İnşallah çıkanda eyni adam olarak çıkın. Hoş geldiniz değerli başkanım. Söz buyurun, söz sizin. Evet. Alkışlayak zahmet olmasa bir daha. Kendinize bu fırsatı verdiğiniz için lütfen kendiniz... Otelin balkonundan mənzərə belə görünürdü. Mən də burada videolar çəkdim və yollandıq Targovya. Artıq saat neçədən çöldə olduğumuz üçün ilk olaraq yemək yemək istədik. Bura Kalorit Bakıdır, Targovda yerləşən filialıdır. Çox bəyəndim, dadlı yemək idi, ancaq biraz tomatı çox idi. Əgər siz getsəz, nəzərə alın ki, tomatlı yemək sevmirsinizsə, yeyə bilməyəcəksiniz. Çünki mən də axıra qədər yemədim, yarımçıq qaldı. Təqdimatını çox gözəl etdilər, sağ olsunlar. Mən də videoya çəkdim təbii ki. Daha sonra isə ətrafı biraz çəkdim və Azərbaycanda o da mənə Türkiyəni xatırlatdı. Çünki hərə öz həyatını yaşayır, heç kim heç kimə maraqlı deyil. Azərbaycanda əslində xanımların siqaret çəkdiyini çox görməmişik, amma burada artıq başqa bir leveldadır insanlar sanki. Uşağımızı anamgilə qoyduğumuz üçün əslində biraz tez getməliydik. Ancaq gördüyü hava çox yaxşıdır. Ona görə dedik ki, niyə də getməyə, gəzməyə. Biraz Targovda gəzdik. Hələ də Novruz üçün açılan o çadırlar yığılmayıbdı. Biraz orada gəzdik. Sonra isə mənə kompüter almalıydı və yollandıq kompüter satılan yerə. Düzdür, onda çox gecədir. Saat 8-9-a işləmiş biz mağazadan çıxdıq və artıq mindik maşınımıza. Görürsünüz, yorğunçuluq üzümüzdən oxunur ki, səhərdən çöllərdəyik. Yoldaşım ümumiyyətlə yorğunçuluqdan maşın belə sürmək istəmirdi. Prosto başqa variantımız olmadığı üçün təəssüf özü sürməli oldu. İzlədiyiniz üçün təşəkkür.